Bugün çok güzel bir gündür, tarihi bir gündür. Ədaletin təntənəsi günüdür. Biz bu torpaqların sahibləri nəinki bu torpaqları düşmənin əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq. Eyni zamanda bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti bir daş-daşda qoymamışdı. Cəbrayıl rayonunda. Düzdür, yol çəkmək istəyirdi. Amma buna vaxtı çatmadı. Amma bir daş üstə qoymamışdı. Cəbrayıl tamamilə yerlə yeksən edilmişdir. Bir dənə də salamat bina nə şəhərdə, nə də ki kəndlərdə qalmamışdı. Ağdam kimi. Zəngilanda bir tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdı. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə, bazarlarda satıldı. Biz isə qrup yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə Cəbrayıl şəhərində, şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil. Ondan sonra Xorovlu kəndində, Cocuq Mərcanlıda, o ki, aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Amma ən çox yaşayan insanlar burada olacaq. Hələlik 635 ev. Amma mənə verilən məlumata görə köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur. Hardasa 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.